Bugün Nəsimi rayon məhkəməsində martın 10-da əsgər ölümünə son şüarı ilə keçirilən aksiya zamanı saxlananların məhkəməsi oldu. Məhkəməyə gətirilənlərin üzündə xəsarət izləri var idi. Dünən saxlanılanlardan 4 nəfər gətirilib. Nihat Hüseyin, Ramin Musayev, Elvin Baycan, Renat Nəcəfov bizim Gənclər Komitəsinin üzvləridir. Onların içərisində deməli Renat Nəcəfov möhkəm döyülüb. Mən maşının arxasından baxdım. Üzündə çapıqlar var, sifəti şişib, gözünün altı qaralıb və dünən də dedilər ki, o danışa bilmir. Bir müddət sonra həbs olunanlar cərimələnərək azad edilməyə başladı. Jurnalistlərin arasından apardılar. Qabaqcadan da dedilər, təkliyə çıxarsa başqa cür danışacaq. Başıma 3 dənə təpiklə vurdular, yumruqla vurdular, ağzımı burnuma qanatdılar. Burada polislər tutarkən xəsarət yetiriblər. Nəylə vurdular? Burnuna nəylə vurdular? Əllə, yumruqla vurublar. Sən müqavimət göstərirdin yoxsa? Yox, heç bir müqavimət göstərmirdim. 2 nəfər məni aparırdı. Qarşıdan gələn polis də zərbi ilə vurdu burnuma. İçində boynum tərpənmir. Sanki mutluqlarda soxdular, maşından zülümlə, güclə apardılar. Yəni vəhşilik. Saxlananlardan Renat Nəcəfovun vəziyyəti xüsusi ağır idi. Ancaq o, polis bölməsində onlara qarşı heç bir zorakılıq edilmədiyini deyir. Kim vurub sizi belə? Maşına mindirəndə çevik polis var. Nəylə vurub? Yumruğuna, başındakı kaskıyla kəllə atıb, maşına vurdu başını. İçəridə də həkim gəldi. Dedilər, xəstəxanaya getməlidir. Buraxmadılar. Azərbaycan balasına görə çıxmışam. Gələcək nəslin qorunmasına görə çıxmışam. Çox sağ olun, mərd olsun. Saxlananların işinə Səbail və Nəsimi rayon məhkəmələrində baxılıb. Səbail rayon məhkəməsinə gətirilən 14 nəfərdən 3-ü həbs olunub. Qalan 11 nəfər ümumilikdə 5800 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb. Nəsimi rayon məhkəməsində isə 6 nəfər cərimələnərək sərbəst buraxılıb, 1 nəfər isə 7 sutka həbs cəzası alıb. Buraxmırdılar. Nə qədər oldu buraxmırdılar. Deyirlər ki, Renat Nəcəfovla bizim işimiz var hələ. İçəridə münasibət bölmədə çoxsuz. Həftər çox mən özüm 500 manat cərimələdim. Bizim mübarizəmiz bir də, dönməzdir. Biz bu yolda axıra kimi gedəcəyik. Martın 10-da Bakının Fəvvarələr meydanında əsgər ölümünə son tələbi ilə etiraz aksiyası keçirilib. Aksiyada 100-dən çox adam saxlanıb. Onlardan 100-ə qədəri gecə saatlarında sərbəst buraxılıb.